Salam hörmətli YouTube və TikTok izləyicilərim. Sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində Cavadxan qəsəbəsində, yəni avtozavod kimi tanıdığımız qəsəbədə, deməli 4,5 sot torpaqda bir böyük salon, eyni zamanda 2 böyük otağı olan, bundan başqa əla və keyfiyyətli təmir olunmuş, bax qarşıda gördüyünüz belə bir həyət evi satılır. Hal-hazırda siz zalını görürsünüz. Zalın uzunluğu 7, eni isə 4 metrdir. Polu taxtadır, splaşnoy, yəni başqa material deyil, kürsülüdür. 2 qat kubiklə hörülüb. İndi mən otaqlardan birini göstərirəm. Bax, ölçüsünü deyirəm, yəni o əsasdır. Çünki ola bilər videoda kiçik, böyük görsənsin. 5-in 4-dədir. Bundan başqa siz bax bu həyət evinin deməli otaqlarının təmirini görürsünüz. Həqiqətən təmirlidir. Bura isə zalıdır. Yenidən zalını sizə göstərirəm. Kör otaq yoxdur. Gördüyünüz kimi zalında 2 ədəd pəncərəsi var. Pəncərələr Evrodur. Bura isə deməli ikinci otaqdır. İkinci otağın da ölçüsü birinci otaqda olduğu kimi 5-in 4-dədir. Sənədi katastrdır. Bildiyiniz kimi hal-hazırda hələ ki hal-hazırda etibarnamə yolu ilə satılır. Ancaq dövlətimiz tərəfindən deməli verilmiş sərəncamlar əsasında çox yaxın vaxtlarda hamının sevindirici bir hallar olacaq. Yenidən deməli otaqların necə yerləşməyini mən sizə göstərirəm. Bax, bura zalıdır. Deməli, bu həyət evi Cavadxan qəsəbəsində geniş küçə kimi, enli küçə kimi tanıdığımız bir ərazidə 28 nömrəli marşrutun deməli marşrut həmin aptekin qarşısından keçir. Bax, həmin aptekə yaxın bir ərazidir. Maksimum deməli dövlətimiz tərəfindən yenidən enli küçədə, geniş küçədə asfalt çəkilməlidir. Çox yaxın günlərdə bax həmin enli küçədən, yəni asfalt küçədən bu həyət evinə qədər olan məsafə maksimum 250 metrdir. İndi mən sizə mətbəxini göstərirəm. Mətbəxin ölçüsü 3,5-in 4-dədir. Ancaq mətbəx mebeli evdə qalır. Bax, yenidən mətbəx mebelini sizə göstərirəm. Həqiqətən təzədir. Bax, bu cürdür. Hamam evin içərisindədir. Bax, bura bu zonadır. İstilik sistemi 2 minutkadır. Bax, istilik sistemini mən sizə göstərdim. Bura deməli razdevalka kimdə başa düşmək olar. Eyni zamanda belə bir mini otaq var. Mətbəxdən də daxil olmaq mümkündür. Bir də ki məhəllədən. Bura isə hamamıdır. Hamamın ölçüsü 2,5-adır. 8 tonluq deməli baseynisi var. Bundan başqa 1,5 tonluq isə deməli su bakıdır. İndi mən sizə bu həyət evinin deməli bağçasını, məhləsini göstərirəm. Bax, baseyn qarşıdadır. İndi bax, siz deməli hal-hazırda bax belə bir navesin alt hissəsini görürsünüz. Bir də ki evin üst hissəsini sizə göstərirəm. Harada yerləşmək haqqında sizə məlumat verdim. Hörmətli və dəyərli insanlar, sizlərdən xahiş olunur. Sadəcə xahiş olunur. Videoları bəyənin. İndi isə deməli bağçasını göstərirəm. Bağçasında təxminən 15 deməli növ 15 ədəd ağac növü var. İndi isə belə bağça tərəfdən evin xarici görünüşünü görürsünüz. Onu da göstərim ki, deməli bax qarşıda siz görürsünüz. Deməli çox möhkəm və keyfiyyətli tikilib. Çay daşıdır. Sonra kubik başlayır. Bura bir deməli badvalıdır. Qarşıda ikinci otağın alt hissəsi də badvalıdır, hündürdür, təmizdir, səliqəlidir. Üç tərəfdən kubiklə hörülür. Bax, belə bir həyət evinin qiyməti 80.000 manatdır. Ancaq qiymətində mütləq razılaşma olmalıdır. Yenidən mən sizə evin xarici görünüşünü göstərirəm. Harada yerləşmək haqqında məlumat verdim. Bax, belə bir həyət evinin qiyməti 80.000 manatdır. Qiymətində ancaq mütləq razılaşma olmalıdır. Bax belə, sizlərə uğurlar.